Ay kızım, bir hərəkət elə, bir mikrofon al. Ən nifrət elədiyim insanların kişi, qadın, belə bir şəst, bir... Nə olub ay bala? Bir hərəkət. Bunu Cahit Şahbazov göndərir. Sağ olsunlar. Hürmətlər artıq olsun. Payları çox olsun. Bayramları mübarək olsun. Onu mən balalarıma pay gördüklər üçün ürəklər oxar olsun. Sağ olun. Çox sağ ol. Çox sağ olun. Deməli, mən göndərdim İlahəni Milli Onkologiya Mərkəzinə. Nəticələr nədir elan edəcəm. Gətirin nəticəni mənə. Demişdi ki, mən xərçəngəm. Gəncədə bu diaqnoz qoyulubdu. Mən də bugün göndərdim və nəticələr burada da açıqlayacağım. Və qeyd edeyim ki, dostlar, Nigar Sultanovadan 8 Mart'a özel olaraq xanımlarımıza kimə verim? Payla xanımlarımıza. Getsinlər, yararlansınlar. Sürət, biraz qızım, sürət. Hə, xoş qədəm xanımlar bir söz. Payla bizim qadınlarımıza. Deməli, ikinci, bugün bu zərf açılacaq. Bizim uğurumuz üçün 40 bin uğrunda savaş gedir, yazırsınız rəylərinizi və bu zərfin o 40 minə aidiyyatı yoxdur, bunu deyirəm və bu arada o balaca balamızın başına nələr gəldi, nələr oldu, biz polisə məlumat verdik, polis gəldi mi, apardı mı, yerləşdirdi mi, birinci gün ümidlə bağlı sizə məlumat verəcəm. Amma indi Hürü nənən taleyi bunu da necə edəcək, amma Ruslanı bura çağırıram mən. Ruslan, gəl bura. Qeyd edeyim ki, Ruslan Rusiyadan gəlib, öz atasını axtarır, heç vaxt düzünü görməyibdir. İzləyək. Dur oğlum, durun. Siz də bir... Salam, adım Ruslandır. 28 yaşım var. Sizə Rusiyadan atamı axtarmaq üçün müraciət edirəm. Anamın adı Zoyadır. O, çox illər öncə Azərbaycanlı natiqlə, yəni mənim atamla tanış olub. Atamın 2 adı olub o vaxt, ona Ruslan da deyirmişlər və bazarda işləyirmiş. Onlar bir-birlərini seviblər və bir yerdə yaşamağa başlayıblar. Bir müddət sonra isə anam mənə hamilə qalıb. O, natiqə hamilə olduğunu deyəndə atam çıxıb Azərbaycana gedib. Bir növü qaçıb yəni, bilmirəm. Bəlkə də atam uşaq istəmirmiş, amma anamın o vaxtlar nə hisslər keçirdiyini yaxşı bilirəm. O atama çox əsəbləşib, heç vaxt onu bağışlamayıb. Onunla olan şəkillərini belə cırıb atıb. Lakin anam uşağı tələf etməyib. Görünür o, natiqi həqiqətən də çox sevib. Hətta mənə onun adını verib. Uşaqlığım pis keçməyib. Bir də ki, kiçik olanda kasıb yaşadığını anlamırsan axı. Amma böyüdükcə hiss edirsən ki, nəsə çatmır həyatında. Zamanla bunun atasızlıq olduğunu dərk edirsən. 15 yaşıma qədər anam və böyük bacımla Yoşkar Ola şəhərində yaşadıq. Sonra Moskvaya köçdük, mən məktəbi bitirdim. Universitetdən məzun olduqdan sonra isə ixtisasım üzrə 7 il bankda işlədim. Son 2 il isə taksi sürücüsü kimi işləmişəm. Bir gün təsadüfən Bəxtiyar adlı Azərbaycanlı bir müştəri ilə tanış oldum. Ona heç vaxt üzünü görmədiyim Azərbaycanlı atam barədə danışdım. Bəxtiyar isə mənə Azərbaycanda sən axtarıram adlı bir verişin olduğunu, müraciət edərsən mütləq mənə kömək edəcəklərini dedi. Mən də vaxt itirmədən müraciət etdim. Bir müddət sonra mənimlə əlaqə saxladılar və sənə cavabımız var dedilər. Çox sevindim. Sözdə ifadə edə bilməyəcəyim hisslər yaşadım. İnanın, 28 illik həyatımda ilk dəfə idi ki, belə həyəcan hissi keçirirdim. Atam həyatdadırmı? O bizi niyə atıb? Onun ailəsi varmı? Nəhayət ki, mən kim olduğumu öyrənə biləcəmmi? Bilmirəm. Ümid edirəm, atamla üz-üzə gələcəm və mən bütün suallarıma cavab tapacam. Ruslan, sən çox doğru edib gəlmisən. Səni axtarıram və bura sənin öz vətənindir. Mən inanıram ki, sənin xoşuna da gəldi Azərbaycan. Neçə gündür artıq buradasan? Я приехал сегодня буквально. Ay, bugün gəlmisən, gəzməyə vaxt olmayıbdı. Amma mənim üçün çox maraqlıdır. Вообще, я с аэропорта в такси. Hava limanından birbaşa bura gəlmisən. Ruslan, səni axtarmayan, özlə baxdım, özlə ananı qoyub qaçan bir kişini axtarmağa dəyərmi, yoxsa yox? Niyə axtardın? İnanmadın mı ananın dediklərinə? Это сложный вопрос. Я сам на него
ищу еще ответ, потому что чем старше становился, тем мне все больше хотелось узнать свои корни, узнать свою вторую родину, узнать своих родных, близких, Yəni отца. yaşlaşdıqca böyüdükcə öz vətənini, soyunu, kökünü bilmək istəyirsən. Amma mən sənin həyat hekayəni vərəqləyərkən ananın hamilə olduğunu dediyi anda Natiqin onu tərk etməsi mənə təsir etdi. Yəni bir kişi uşağının olduğunu bilir və qaçır. Onda сколько было ему, когда узнал, что мама беременна? Как мама мне рассказывала, что они еще жили вместе, когда она была беременна, порядка 2 месяцев. 2 ay bərabər yaşayıblar. Da, iyi patron. Ananızın neçə yaşı olubdu? Bir dəqiqə siz yəni tərcümə eləyirlər Rüfət bəy. Ananızın neçə yaşı olub sizə hamilə olarkən? Маме было 35 лет, 35 потому что в yaş. 36 она уже родила, получается. Ну да, где-то 35. Ananız indi həyatdadırmı? Sağdırmı? Да, конечно, конечно. Bəli, yaşayır. Bildimi ki siz axtarmağa gəlirsiniz? Да, Разу oldu mu? она, само собой, осталась женская обида, как в любом случае, я Yəni думаю, onda любой bir человек ее поймет. yəni qırğınlıq qalıbdı, yəni onda Да, amma и первое время она была против, но потом она поняла меня, birinci что... deməli etiraz edib, amma sonra Да, потом она поняла, что для парня, для мужчины важно знать хотя бы своего отца, как он выглядит, как он вообще существует ли, да, и так далее. И поэтому я хотел его найти, yəni пообщаться с ним. и indi узнать его ananız bilir ki историю. siz gəlmisiniz, atanızı axtarırsınız, artıq razılıq verdi. Məsələn, mən bugün atanla bağlı sənə xəbər verəcəm. O xəbəri verəndə anam bağlana bilər, yəni üz-üzə gələ bilər. Я говорил об этом с мамой, но она не хочет пока общаться, пока она, может быть, не Mən готова anamla еще danışdım, amma o с nим üz-üzə gəlmək снова istəmir. поговорить. Bəli. Əsl arvad. Necə? Əsl arvaddır, düpbədi deyil. Düz O, el. Bəkanəşən çıxıb gedib, kefində, Allah bilir nəyində, arvad qoyub orada hamilə. Bu nə lazım ki, yaxşı? Bir də qəddar kişi olar ya. Hələ bilmək olmaz da indi orada nələr baş verir. Belə qəddar kişi olmaz, amma belə gözəl xanım olar. Mənə çiçək gətirir. Təşəkkür edirəm. Minnətdaram. Qadınlar çiçək kimidir. Sevəcəksiniz, bax belə gül kimi açacaq. Sevməyəcəksiniz, çör-çöpə dönəcək. Bax, mən də 40 minin üstə qoydum çiçəyi. 40 min çiçəklənsin, böyüsün, çoxalsın, 80 min, 87 min olsun. Çox təşəkkür edirəm. Minnətdaram. Minnətdaram. Sağ olun. Əsl Azərbaycanlı bax kişisidir, bax görürsən. Ruslan, mən səni çox gözlətməyəcəm. Çünki mənim digər xəbər verməliyəm Uğur'a. Uğur da mənə çiçək gətirib. Mikrofonla yaxınlaşamam, mikrofonla. Uğur, niyə çiçək almısan? Sən zəhmətlə gecə-gündüz çalışıb, növbələrdə dayanıb mənə gül almısan. Hə? Xoş gəlin xanım, almışam, amma sizdən bir xahiş eləyərəm. De görüm gülümü ver, xahiş elə. O nənəmə baxdım, Allah canı sağ eləsin. Mənim anamın da anası elə olub. Şəxsən mən istəyirəm ki, o nənəmi özüm aparım, evimdə baxım. Ay Allah. Mənə qəbul eləyərsə aparım baxım. Abala, nə olar? Buna kömək elə. Oo, ya bu evi mən dəhşətə gələm. Deyirəm, evi zatı necə yığışdırırım. Sən ağlam, sənin baxım. Uğur, qoy onun bacıları baxıb utansın. Halal olsun sənə. Şəxsən mənə anla olsun Allah, mən utandım da onların yerinə ki, nə bilim, özümə söz vermişim, mən ağlamayacağım. Ağlamağı bilirsən kimlər bacarır? Ağlamağı içində mərhəmət hissi olan insanlar bacarır. O hissdən məhrum olanların, qardaşım, o apteklərdə satılan dərmanları da gözlərinə sürtsələr, yaş gəlmir. Sənin qəlbində mərhəmət hissi var, ona görə. Əyləş. Üzr istəyirəm, xoş gəlin xanım. İcazə versəniz bir çiçəklər var, onları da verərdim. Xanımlara. Bəli. Ay bravo. Görürsünüz Anar müəllim. Bunu siz düşünməliydiniz. Mən gətirmişəm, Bunu bilmirəm. siz düşünməliydiniz. Qızlarıma deyən gətirsinlər, yaxşı, amma mənimlə gətirib. Baxın. Çox təşəkkür edirəm Uğur. Allah razı olsun. Mən də sənin ananın əllərindən öpürəm, təbrik edirəm.
Buyurun. Paylaşsın. Uğur ver. Bütün hanımlara kime istəyirsense ver. Ruslan gel bura. Gel. Anar müəllim mənə nə gətirir? Şu olay, hoş geldin bana. Vay. Teşekkür ederim Anar müəllim. Borcumuz. Minnətdaram Anar müəllim. Borcumuz. Bunu koyuram 40 binin üstə 100 bin olsun. Ha, yaxşı. Kızlarımı da getirmişim. Hə? Çox sağ ol. Evet. Çox sağ ol. Yox, vaxtımız çox az, Bəli. danışarıq. Hə. Göndərmədilər. Jalə xanım gəlmək istəyir yanınıza. Sabah Jalə Qarayeva işinin başındadır dostlar. Bütün nevroloji problemi olanlar müraciət etsinlər. 050 363 1002 Jalə Qarayeva'nın əlaqə nömrəsidir. Bayram günləri də işinin başındadır. Ruslan. Mən sənə bir şey deyim. Atan heç vaxt səni axtarmıyor. Düzdür? Heç vaxt. Sənin axtarmağın onu mən artıq görürəm. Çünki bilirsiniz necədir? Bu veriliş məni tamamen dəyişdi. Artıq 15-ci ilimiz olacaq. 15 ildə mən köhnə efirlərimizə baxıram. Siz tamaşaçıları da onların bəzilərini göstərəcəm. Deyirəm, ilahi, mən burada necə məsum, necə təmiz, necə saf, necə, inanın mənə səs tonum belə fərqlidir. Səs tonum belə fərqlidir. Şəyin, birinci gün ondan bir balaca hissə verək də, onu hazırlayarsın. Mən gözlə burada. Sənin bacın səndən imtina etdi. İmtina etdi. Bəli. Bacın buradaydı və bacın səninlə görüşdən imtina etdi. İmtina etdi. Deyir ki, mənim ailəm var. Başa düşmürəm, sənin ailənin qardaşına nə aidiyyatı? Nə qəribə adamlardır. Yadlar gəlir bir-birinə sahib çıxır. Yadlar sənin dost doğmaca qardaşındır. Ailən necə sənin qardaşınla sarılıb görüşmənə imtina edə bilər? Bu nə biabırçılıqdır? Ukraynada yaşayırmış, indi köçüb Almaniya. Mən sənin yerinə olsam, o bacıya salam belə vermərəm. Mən vermərəm. Atanı axtarırdın. Çünki bir bacı məni həyat yoldaşına dəyişirsə, o bacı mənə lazımdır. Hə? Hə? Atasını bu ise senin atandı. 29 ildən sonra Ruslan, atan hal-hazırda Almanyadadır. Buyur, danış. Ay kardeş, oğlunuz tapılıb, ay Natik Bey. Bir denen oğlum, çok teşekkür edirəm. Məni axtardın, məni tapdın. Özde benim bildiğime göre 2 kızınız var. He? Oğlunuz da yoktu.
Yok. Ol iki kızdı bende. Salam verin mi? Ay salam aleyküm. Hoş geldin hanım. Bilirdin mi ki Ruslan adlı oğlum var? Bilirdim. Olsa ben Bəs niye aktarmırdınız? aktarmaya kalanda onu özüm danışacağım. Ondan o vaziyet ele getirdi ki alınmadı. 29 il keçib, mənim əziz qardaşım, 29 ildə axtara bilmədiniz mi oğlunuzu? Ben onu aktarmışam prosto. Axtarmışsan. O aktarmışam. Valla mən sizdə heç oğul həsrəti görmədim. Ne tane oğullar görmedim ben ondan sonra ölürdüm ben başta. Dedim neçə nəfərə demişəm ki onun nömrəsini verin mənə. Onun nömrəsi orada olan adamlara demişəm. Mənim öz qohumlarıma demişəm. Onlar vermiyor. Salam verin oğlana. Bu yanınızdakı kimdir? Xanımınızdır? Ha. Hə. Elə xanım qoymayıb da. Yok, Mustafa Hanım, Allah sizden razı olsun, benim bacım. Yaxşı tapdınız. Çok sağ olun. Valla siz daha heyecanlısınız ay xanım. Mən sizi daha birdən sizi görüm. Ay dayı sənə qurban olum ay qardaş. Bir bu tərəfə çəkil. Ay qardaş bir bu tərəfə qoy xanımı görüm. Halal olsun sənə. Bax mən dediyim qadın budur. Ədalət. Mən dediyim qadın. Baba görsən o qadının gözləri dolub bu uşağı görəndə. Ata da elə bil ki qonşu gəlib onlara. Hə vallahi. Sağ hanım, senden bir tane xahiş edirəm. Benim 2 oğlum var, 2 kızım. Elə bil oldu, 3 oğlum oldu. Denən Ruslan. Elə bil ki 3 qardaşı vardı, bir də sən 3 qardaşsın deyən. Mənim gözümüzdə onun yeri var. Xoş qadam xanım. Qızın dedi ki, qızın gəlib bura. Dedi ki mən həyat yoldaşımı keçib onunla gedib görüşmərəm. Yəni həyat yoldaşını seçdi, qardaşın yox. Xoş qadam xanım, onlar ayrı cürədir. Sən özün ev şeyləyənsən, razı deyirsən kimisə ailəsi dağıla. Ona görə söz söhbətə görə. Xanım, ailəni nə üçün dağıdır? Bu öz qardaşı ilə görüşü ailəni dağıtmaqdır. Onu qardaşa ata lazımdır, qardaş lazımdır, mən lazımam. Tamam, Ruslan, buyur sənin ana, deməli atan, o da analığın. Danışa bilərsən, davam edə bilərsən kulisdə artıq. Teşekkür ederim geldiğin için. Ruslan, привет, Ruslan, Slav. Я согласен с ним, что лучше, наверное, лично это обговорить, какие-то детали, нюансы. Мне бы хотелось узнать его сторону, почему так сложилось, а не иначе, да, почему вот все это время я был без какой-либо поддержки со стороны отца, допустим. Atasına suallar var. Niye böyle alındı? O sualların cevabını eşitmek istiyor. Все? А мы встретимся и поговорим. По душам поговорим. Deyir ki danışacağız. Efirden sonra danışacaksınız ve bir dene bu görüntünü yakın getirin. Uğur gel bura. Ona da şad haber verdim sənə də. Bax, bu evi görürsən Uğur. Bu ev sənin olacaq.